19 aprel 2025 il üçün bürc proqnozları aşağıdakı kimidir? Koç 21 mart 20 aprel. Bugün enerjiniz yüksəkdir və emosional yüksəliş sayəsində böyük uğurlar əldə edə bilərsiniz. Cazibədarlığınızla sərfəli razılaşmalar bağlamaq və çətin məsələlərin öhdəsindən gəlmək mümkündür. Bu, karyera yüksəlişi üçün əlverişli bir gündür. Buğa 20 aprel 20 may. Daxili baxış və cavanlaşma günü yaşayacaqsınız. Gözəllik və harmoniyaya meyillisiniz. Bu enerjini ətrafınızı gözəlləşdirmək və ya bədii layihələr üzərində işləmək üçün istifadə edin. Karyera məsələlərində səbirli olun və münasibətlərdə empatiyanızla yaxınlarınıza dəstək olun. Əkizlər 22 may-iyun. Həyatınızda sürətli dəyişikliklər baş verə bilər. Bu dəyişikliklərə uyğunlaşmaq üçün öz mərkəzinizi tapmalı və hisslərinizə qulaq asmalısınız. Bugün uğurlu günlərinizdən biridir. Xərçəng 22 iyul. Gözlənilməz hallar sizi sınağa çəkə bilər. Daxili gücünüzü xatırlayaraq, bu çətinliklərin öhdəsindən gələ bilərsiniz. Həftə sonu sizi sevindirəcək görüşlər baş verə bilər. Şir, Avqust. Bugün öz səltənətinizin hökümdarısınız. Ağıllı qərarlar vermək və sözlərinizlə əməlləriniz arasında balans yaratmaq vacibdir. Bu, uğur gətirəcək. Qız 24 avqust-sentyabr. Diqqət, səbir və ahəng tələb olunan bir gündür. Xərclərinizə diqqət edin və öz melodiyanızı tapmaq üçün səssizliyə qulaq verin. Tərəzi 24 oktyabr. Həyatınız kətana çəkilmiş sənət əsəri kimidir. Balansı qorumaq üçün bəzən sərt, bəzən yumşaq rənglərdən istifadə etməlisiniz. İçinizdəki harmoniyanı hiss edin. Əqrəb, oktyabr, 22 noyabr. Bugün sir dolu labirintin içindəsiniz. Xarici dünyadakı xaos sizi çətin vəziyyətə sala bilər, amma daxili gücünüz sizi işıqla bəzənmiş çıxış qapısına yönəldəcək. Oxatan, 22 kabr. Yüksək zirvələr sizi çağırır. Sınamalar və sədlər sizi yolunuzdan döndərmək deyil, daha da bərkitmək üçündür. Hər maniyəni yeni macəra kimi qarşılayın. Oğlaq, dekabr, 20 yanvar. Keçmişin tozlu kitablarını vərəqləyirsiniz. Təcrübələriniz gələcək planlarınız üçün kompas rolunu oynayacaq. İrəlilədikcə, hər addım daha çox dəyər qazanacaq. Dolça, yaradıcılığınız parlayır. Amma bu dəfə sizi uğura aparan yol sərbəstlik deyil, sistemdir. Fikirlərinizi yerə endirib formaya salmağın vaxtıdır. Planlı olun və intizamlı irəliləyin. Balıqlar 20 fevral, 20 mart. Öz daxili okeanınızda səyahət edirsiniz. Yaradıcılıq, musiqi, rəsm